Vaxt itirmədən dekabr ayının aylıq bürc şərhlərinə Qoç bürcündən başlayaq. Əziz qoçlar və yüksələn qoçlar. Dekabr ayı sizin üçün tempi yüksək, hərəkətliliyin bol olduğu və şəxsi ehtiyaclarınızı daha aydın şəkildə ortaya qoyacağınız bir dövr olacaq. Bu ay boyunca həm işinizə dörd əllə sarılacaq, həm də özünüzü ön planda tutmaq istəyəcəksiniz. 5 dekabrda Əkizlər bürcündə baş verəcək dolunay, xüsusilə yaxın çevrənizlə olan bağlarınıza diqqət çəkir. Daha tez-tez ünsiyyətdə olduğunuz, gündəlik olaraq əlaqə saxladığınız insanlarla daha çox təmasda ola bilərsiniz. Qardaşlar, qohumlar, qonşular və ya ətrafınızda kim varsa, onların gündəmi sizin də marağınızı çəkə bilər. Həmçinin qısa səfərlər, təhsil prosesləri və ya media kommunikasiya ilə bağlı işləriniz varsa, bu sahələrdə önəmli inkişaflar gündəmə gələ bilər. Satış, reklam, tanıtım kimi sahələrdə çalışırsanız, dolunay bu mövzulara nəticələnmələr və dəqiqləşmələr gətirəcək. 12 dekabrda Merkuri yay bürcünə keçdikdə hərəkət sahəniz genişlənir. Səfərləriniz arta bilər, partnyorunuzla birlikdə edəcəyiniz planları daha real hala gətirə, qarşıdakı dövr üçün gözəl proqramlar yarada bilərsiniz. 17 dekabrda baş tutacaq yeni ay, yenidən təhsil, səfərlər, xarici ölkələrlə əlaqələr və ticarət yönümlü mövzuları işıqlandırır. Bu tarixlə birlikdə bu sahələrdə yeni qərarlar ala, uzun müddətdir planlaşdırdığınız bir addımı nəhayət həyata keçirə bilərsiniz. Tələbə və ya müəllim olan qoçlar üçün də sürətli və önəmli inkişaflar yaxınlaşır. 24 dekabrdan sonra diqqətiniz tamamilə karyeraya yönəlir. Ayın son həftəsində iş həyatı, məsuliyyətlər və məqsədlər ön plana çıxarkən, kalabalıq içində olmaq, ictimai sahədə görünürlük qazanmaq ehtimalınız yüksəkdir. Bu dövrdə tək qalmaq o qədər də mümkün olmaya bilər. Daha çox insanlarla qarşılıqlı ünsiyyətdə olacaqsınız. Əziz qoçlar və yüksələn qoçlar, sizi olduqca hərəkətli, intensiv, amma bir o qədər də fürsətlərlə dolu bir dekabr ayı gözləyir. Gözəl bir ay keçirməyinizi arzuluyuram. Əziz buğalar və yüksələn buğalar. Dekabr ayına qədəm qoyduqda enerjinizin biraz aşağı ola biləcəyini söyləyə bilərik. Ayın ilk günlərində fikrinizi toparlamaqda çətinlik çəkə, nələri bitirib nələrə başlamalı olduğunuzu tam müəyyən edə bilməyə bilərsiniz. Keçən ay belə idi, bəs indi bizi nə gözləyir kimi suallar zehninizi məşğul edə bilər. Amma narahat olmayın. Dekabr ayı sizin üçün olduqca dəyərli inkişaflar gətirəcək. Həm ətrafdan, həm də münasibətlərinizdən gələcək müsbət təsirlər sayəsində xoş xəbərlər ala və önəmli nəticələr əldə edə bilərsiniz. 5 dekabrda Əkizlər bürcündə baş verəcək dolunay maddi məsələləri önə çıxarır. Bu dövr, gözlədiyiniz bir ödənişin əlinizə keçməsi, müraciət etdiyiniz kreditin təsdiqlənməsi və ya uzun müddətdir həllini gözlədiyiniz maliyyə məsələsinin dəqiqləşməsi kimi situasiyaları gündəmə gətirə bilər. Dolunay pulu sürətləndirir. Lakin pul gəldiyi kimi tez də çıxa biləcəyi üçün gəlir-xərc balansını düzgün saxlamağınız faydalı olacaq. 12 dekabrda Merkuri yay bürcünə keçir. Bu, borclar, ortaq maddi vəsaitlər və miras kimi mövzuların yenidən hərəkətə gəlməsi deməkdir. Eyni zamanda partnerinizlə olan emosional bağlarınızın gücləndiyi bir dövr olacaq. Bu müddətdə daha dərin, ruhani mövzulara marağınız arta bilər. Ölüm, yaşam döngüsü, taleyiniz, metafizika kimi mövzular üzərində daha çox düşünə bilərsiniz. 15 dekabrda Mars Oğlaq bürcünə keçir və xüsusilə səfərlər, uzaq yerlərlə bağlı planlar sürətlənir. Ailə ziyarətləri, şəhərdən kənar səfərlər və ya xaricə dair planlar bir anda gündəminizə düşə bilər. Yeni il yaxınlaşarkən bu hərəkətlilik tamamilə normaldır. 17 dekabrda yay bürcündə baş tutacaq yeni ay ilə birlikdə maddi mövzularda yeni qərarlar verə, maliyyə təşəbbüslərinə başlaya və ya iqtisadi baxımdan etmək istədiyiniz dəyişiklikləri həyata keçirə bilərsiniz. 24 dekabrdan ayın sonuna qədər isə diqqətiniz daha çox təhsil, səfərlər, ticarət əlaqələri və gələcəyə yönəlik planlamalara yönələcək. Evli olan buğalar və ya həyatında xüsusi biri olanlar üçün partnerin yaxın çevrəsi ilə daha sıx təmasda oluna biləcək bir dövr ola bilər. Əziz buğalar, dekabr ayının kefini çıxarın. Bu ay sizə düşündüyünüzdən də gözəl imkanlar təqdim edəcək. Əziz əkizlər və yüksələn əkizlər.
Dekabr ayına olduqca hərəkətli bir sosial atmosferlə daxil olursunuz. Dost çevrənizdən gələcək xəbərlər, dəvətlər və müxtəlif proqramlarla ayın ilk günləri sürətlə formalaşa bilər. Dekabr sizin üçün sanki göz açıb yumunca keçəcək. Dünən ayın əvvəli idi, necə bu qədər tez bitdi, deyə təəccüblənə biləcəyiniz bir dövr olacaq. Ayın elə əvvəlində, 5 dekabrda, sizin bürcünüzdə bir dolunay baş verir. Bu dolunay zamanı xüsusilə sağlamlığınıza diqqət etməlisiniz. Əkizlər bürcünün idarə etdiyi sahələr, tənəffüs yolları, allergiyalar, laringit-faringit kimi boğaz narahatlıqları, astma, sinir sistemi mənşəli həssasiyyətlər, çiyin-qol bölgəsində ağrılar bu dövrdə daha çox hiss oluna bilər. Dolunayın təsiri ilə bədəninizin sizə verdiyi siqnalları düzgün izləmək faydalı olacaq. 12 dekabrdan etibarən diqqətiniz tədricən xüsusi həyatınıza yönəlir. Əgər partneriniz varsa, onunla daha yaxın olmaq, münasibətinizi gücləndirmək, daha çox zaman keçirmək və ya birlikdə qərarlar almaq istəyə bilərsiniz. Həyatınızda biri yoxdursa, bu dövrdə yeni tanışlıq və ya münasibət ehtimalı olduqca yüksəkdir. Eyni zamanda ortaq işlər, əməkdaşlıq tələb edən layihələr və qarşılıqlı aparılan fəaliyyətlər də sürətlənə bilər. Bu ayda sevgi və münasibətlər hərəkətli olacaq, lakin azadlıq ehtiyacınızın artması səbəbilə arada kiçik çəkişmələr də gündəmə gələ bilər. 15 dekabrdan sonra maddi mövzular daha çox önə çıxacaq. 17 dekabrda baş verəcək yeni ay isə xüsusilə münasibətlərinizi ilgiləndirən mühüm qərarları gündəmə gətirəcək. Bu yeni ay xüsusi həyatınızda tamamilə yeni bir dövr açacaq. 24 dekabrdan etibarən isə maliyyə mövzularında istiqamətinizi daha dəqiq müəyyən edəcək. Pul və gəlir məqsədlərinizlə bağlı gözəl fürsətlərlə qarşılaşacaqsınız. Əziz əkizlər və yüksələn əkizlər, dekabr ayının sizə bol-bol sevinc və bərəkət gətirməsini arzuluyuram. Əziz xərçəng və yüksələn xərçənglər, dekabr ayı sizin üçün həm karyera sahəsində daha görünən olacağınız, həm də ailəvi mövzuların daha çox gündəmə gələcəyi bir dövr olacaq. Bu ay iş rejiminizin önəm qazandığını hiss edəcək. Eyni zamanda şəxsi həyatınıza daha çox vaxt ayırmalı olduğunuzu anlayacaqsınız. 5 dekabrda Əkizlər bürcündə baş verəcək dolunay bəzi gizli qalmış məsələlərin üzə çıxmasına səbəb ola bilər. Bu dövrdə narahatlıqlarınız arta bilər. Yuxusuzluq, stres, gələcəklə bağlı nigarançılıq və ya qeyri-müəyyənlikdən doğan qorxular sizi çətinləşdirə bilər. Böyük qərarlardan çəkinməyiniz və ruhunuzu sakitləşdirən mühitlərə yönəlməyiniz bu prosesi daha rahat keçirməyə kömək edəcək. Uzun müddətdir cavabını tapa bilmədiyiniz bəzi sualların cavabları dolunayla birlikdə öz-özünə ortaya çıxa bilər. Təəccüblənməmək və özünüzü yormamaq vacibdir. 12 dekabrda Merkürün yay bürcünə keçməsi iş sürətinizin artmasına səbəb olacaq. İş mühitində daha çox məsuliyyət daşımalı ola bilərsiniz və sağlamlıqla bağlı mövzular yenidən ön plana çıxa bilər. Xüsusilə omba-bud nahiyəsi, qaraciyər funksiyaları kimi mövzularda kontrol etdirməyiniz faydalı olar. 17 dekabrda baş verəcək yeni ay isə iş, sağlamlıq və gündəlik nizamla əlaqəli yeni qərarlar almaq üçün uyğun zəmin yaradacaq. 24 dekabrdan etibarən Venüsün Oğlaq bürcünə keçməsi ilə birlikdə ikili münasibətlərdə daha ciddi, sabit və güvən verən bir yanaşma sərgiləməyə başlaya bilərsiniz. Bu təsir həm mövcud münasibətinizi möhkəmləndirə, həm də yeni və uzun müddətli ola biləcək bir əlaqənin qapısını aça bilər. Əziz xərçəng və yüksələn xərçənglər, sevgi dolu, ahəngdar və xoş bir dekabr ayı keçirməyinizi arzuluyuram. Əziz şirlər və yüksələn şirlər, dekabr ayına addım atarkən uzaq yerlərlə bağlı mövzular, səfər planları və ya xarici ticarətlə əlaqəli inkişaflar ön plana çıxır. Ay boyunca da bu istiqamətdə planlar etməyə meyilli olacaqsınız. 5 dekabrda Əkizlər bürcündə baş verəcək dolunay sosial çevrənizi və dostluq münasibətlərinizi vurğulayır. Dostlarınızdan sürətli xəbərlər ala bilər. Onların həyatında yaşanan bəzi hadisələrlə yaxından maraqlana bilərsiniz. Bəlkə bir dostumuzun xüsusi bir tədbirinə dəvət olunacaqsınız. Bəlkə də bir dostunuzun yaşadığı çətinlik sizə yansıyacaq. Bu dolunay eyni zamanda dost çevrənizdə ara-sıra gərginliklərin də ortaya çıxa biləcəyinə işarə edir. 12 dekabrda Merkürün yay bürcünə keçməsi ilə birlikdə sevgi həyatınız canlanır. Onsuz da ayın əvvəlindən etibarən xoş enerjilər altındaydınız. Merkürün bu sahəni hərəkətə gətirməsi ilə
duyğularınızı daha rahat ifadə edəcək, romantik mövzuları daha çox danışacaqsınız. Evli olsanız və ya övladınız varsa, onunla ünsiyyətiniz artacaq və problemlərinə daha tez həll tapa biləcəksiniz. Sənət və ya yaradıcı işlərlə məşğulsunuzsa, bu dövr sizə böyük ilham verəcək. Sadəcə tələsiklikdən və düşünmədən danışmaqdan uzaq durmağınız tövsiyə olunur. 15 dekabrda Marsın Oğlaq bürcünə keçməsi iş rejiminizi sürətləndirəcək və gündəlik temponuzu artıracaq. Bununla yanaşı, diz, diş, sümüklər və revmatizm kimi mövzularda həssaslığınız arta bilər. 17 dekabrda Yay bürcündə doğacaq yeni ay isə sevgi həyatımızla bağlı önəmli qərarları gündəmə gətirir. Kiməsə qarşı hissləriniz güclənib, münasibətinizi daha ciddi mərhələyə daşımaq istəyirsiniz. Yoxsa övladınız olacağını öyrəndiniz. Bu yeni ay bütün bu mövzularda addım atmağınız üçün sizi dəstəkləyəcək. Övladı olan şirlər üçün də uşaqlarının gələcəyi ilə bağlı bəzi qərarlar önə çıxa bilər. 24 dekabrda Venüsün Oğlaq bürcünə keçməsi isə həm iş mühitinizdə, həm də sağlamlıq sahənizdə rahatladıcı, nizamlayıcı və şəfalı təsirlər gətirəcək. Əziz şirlər və yüksələn şirlər, işıqlı, hərəkətli və sevinç dolu bir dekabr arzuluyuram. Əziz qız bürcü və yüksələn qızlar. Dekabr ayına addım atarkən maddi mövzuların ön plana çıxdığını görə bilərsiniz. Ayın ilk günlərindən etibarən borc alacaq balansına, həyat yoldaşınızın gəlirinə, gözlədiyiniz bir ödəmənin sizə çatmasına və ya maliyyə məsələsinin yekunlaşmasına diqqət yetirməniz lazım ola bilər. 5 dekabrda Əkizlər bürcündə baş tutacaq dolunay karyera sahənizi işıqlandırır. Bu dövr cəmiyyət qarşısında daha görünən olacağınız, işiniz və ya statusunuzla bağlı önəmli inkişafların yaşana biləcəyi bir vaxtı göstərir. Kalabalıq mühitlərdə gözlənilməz hadisələrlə qarşılaşa, ana tərəfi ilə əlaqəli mövzularla daha çox maraqlana bilərsiniz. İş və peşə həyatınızda duyğusal yükü olan qərarlar almağınız mümkün görünür. 12 dekabrda Merkürün Yay bürcünə keçməsi ilə birlikdə ev, yuva və ailə mövzuları sürətlənir. Köçmə planlarınız varsa, evin alqı-satqısı və ya kirayə prosesləriniz mövcuddursa, yenidən qurma və oxşar məsələlərdə addım atmağı düşünürsünüzsə, bu dövrdə hərəkətlilik başlayacaq. Lakin önəmli addımlarınızı 17 dekabrda Yay bürcündə doğacaq yeni aydan sonra atmağınız daha doğru olar. Çünki bu yeni ay həm yeni başlanğıcları dəstəkləyir, həm də öncə həll edilməsi lazım olan bəzi məsələləri üzə çıxararaq sizi lazımi düzəlişlər etməyə təşviq edir. 15 dekabrda Marsın Oğlaq bürcünə keçməsi enerjinizi daha çox özünüzə ayırmalı olduğunuzu xatırladacaq. Ailəvi mövzularla həddindən artıq maraqlanmaq bəzən öz sərhədlərinizi unutmağınıza səbəb ola bilər. Bu keçid şəxsi məkanınızı qorumaq və özünüzə vaxt ayırmaq baxımından dəstəkləyici təsir göstərəcək. Ayın son hissəsində 24 dekabrda Venüsün bu sahəyə keçməsi ilə sevgi, əyləncə, rahatlıq və xoşbəxtlik mövzuları həyatınızda daha çox yer almağa başlayacaq. Həyatdan aldığınız zövq artdıqca, duyğusal mövzularda güvən hissini tapmaq istəyiniz də güclənəcək. Dekabr ayının ikinci yarısı münasibətlərinizdə tarazlıq və rahatlığı yenidən qurmaq üçün olduqca dəyərli görünür. Əziz qızlar, işıltılı və balanslı bir ay arzuluyuram. Əziz tərəzilər və yüksələn tərəzilər. Dekabr ayına addım atarkən, diqqətiniz tamamilə münasibətlərin və şəxsi həyatın üzərinə yönəlir. Bu ay bir çox məsələdə təşəbbüsün qarşı tərəfdə olduğunu hiss edə bilərsiniz. Yəni, nə qədər çalışsanız da, hadisələrin gedişi biraz da qarşı tərəfin atdığı addımlardan və seçimlərindən asılı olacaq. Məsələn, bir mövzuda anlaşmaq istəyirsiniz, amma qarşınızdakı hə demədən irəliləyə bilmirsiniz. Ya da xoşlandığınız biri sizə yaxınlaşmadan siz addım atmaq istəmirsiniz. Qısacası, dekabr ayında münasibətlər həlledici rol oynayacaq. 5 dekabrda Əkizlər bürcündə baş tutacaq dolunay, xüsusilə səfər, təhsil və uzaq çevrə ilə bağlı mövzuları sürətləndirəcək. Viza işləri, yol hazırlıqları, təhsil ilə bağlı yenilənmələr və ya xaric bağlantılı planlar gündəmə gələ bilər. Sosial mediaya daha çox maraq göstərə, bu sahəni daha fəal istifadə etməyə ehtiyac duya bilərsiniz. Uzaqda yaşayan qohumlardan gələcək xəbərlər də diqqətinizi çəkə bilər. Bu dolunay, yaxın çevrə ilə uzaq çevrə arasında baş verən hadisələrin sizi daha çox təsirləndirəcəyini göstərir. 15 dekabrda Marsın Oğlaq bürcünə keçməsi,
ev və ailə nizamında hərəkətlənməyə işarə edir. Ev daxilində işləri təşkil etmək, nizam yaratmaq, planlı davranmaq sizin üçün önəmli hala gələ bilər. Qonaq qəbul etmək, evdə təmir bərpa işləri aparmaq və ya uzun müddətdir həll olunması lazım olan bir mövzunu çözmək üçün motivasiya tapa bilərsiniz. 17 dekabrda baş verəcək yeni ay, yaxın çevrə ilə bağlı önəmli qərarların gündəmə gələcəyi bir dövrü başlayır. Qardaşlar, qohumlar, qonşular və ya tez-tez ünsiyyətdə olduğunuz şəxslərlə ediləcək ortaq planlar, birlikdə veriləcək qərarlar bu müddətdə ön plana çıxacaq. Satış, tanıtım, reklam, marketinq kimi bir sahədə çalışırsınızsa, işinizlə bağlı yeni başlanğıclar mümkündür. Tələbələr üçün isə təhsil ilə bağlı mühüm qərarlar almaq üçün çox uyğun bir zamandır. 24 dekabrda Venüsün Oğlaq bürcünə keçməsi, ilin son günlərində evinizdə huzur, güvən və isti bir atmosfer yaratmaq istəyinizi artıracaq. Ailə içində harmoniyanın güclənəcəyi, ev enerjisinin sizi qidalandıracağı bir mərhələ başlayır. Evdə olmaq, sevdiklərinizlə vaxt keçirmək daha zövqlü ola bilər. Əziz tərəzilər, zövqlü və balanslı bir ay keçirməyinizi arzulayıram. Əziz əqrəblər və yüksələn əqrəblər. Dekabr ayına həm iş temponuzun, həm də sağlamlıqla bağlı mövzuların önə çıxdığı bir atmosferlə daxil olursunuz. Son zamanlar çox yorulmuş ola bilərsiniz. Hətta bədəniniz bu yorğunluğa reaksiya olaraq tükənmişlik və ya halsızlıq siqnalları verə bilər. Bu ay xüsusilə baş bölgənizi qorumağınız vacib olacaq. Sinus problemləri, baş ağrıları, göz-qulaq həssasiyyətləri və ya təzyiq dalğalanmaları zaman-zaman sizi çətinləşdirə bilər. Baş gicəllənmələrin artması da mümkündür. Yenə də bu ay əslində sizə şəfa və nizam gətirmə potensialına malikdir. Özünüzə zaman və məkan ayırdıqca, sağlamlıq mövzularını daha rahat toparlaya biləcəksiniz. 5 dekabrda baş tutacaq dolunay, maliyyə məsələlərini ön plana çıxaracaq. Ortaq pul idarəsi, ailə içində bir ödəniş, unudulmuş hesablar və ya həyat yoldaşınızın maddi məsələləri bu dövrdə diqqət mərkəzində ola bilər. Bankalardan gələn bildirişlər, kredit ödəniş prosesləri və ya gözləyən bir xərc də dolunayın mövzuları arasındadır. 15 dekabrda Marsın Oğlaq bürcünə keçməsi enerjinizi yaxın çevrənizə yönəltməyinizə səbəb olacaq. Qohumlar, bacı-qardaşlar, qonşular və tez-tez ünsiyyətdə olduğunuz şəxslərlə daha çox görüşə, uzun müddətdir əlaqə saxlamadığınız insanlarla yenidən bağ qura bilərsiniz. Səfərlər, qısa gəzintilər, avtomobil idarə etmək və planlamaq sizə yaxşı təsir edəcək. Lakin bu prosesdə nəzarət etmə istəyiniz artacağı üçün, ətrafınızdakı bəzi insanlar bundan narahat ola bilər. Buna görə balanslı davranmaq önəmlidir. 12 dekabrdan etibarən Merkürün yay bürcünə keçməsi pul axınını sürətləndirəcək. Gəlirinizdə artımlar ola bilər. Gözlədiyiniz ödənişlər sizə çata bilər. Premiyalar və ya haqq edişlərlə bağlı sevindirici xəbərlər ala bilərsiniz. Xərcləriniz artsa belə, gələn pulun sizi rahatlatdığını hiss edəcəksiniz. Maddi mövzuda önəmli bir qərar vermək lazımdırsa, 17 dekabrda baş tutacaq yeni ay bu addımı atmaq üçün çox uyğun bir dövr olacaq. Ayın sonuna doğru, 24 dekabrda Venüsün Oğlaq bürcünə keçməsi ünsiyyətinizi gücləndirəcək. Qohumlar, bacı-qardaşlar və yaxın çevrə ilə münasibətlərinizdə harmoniya artacaq. Problemlər daha asan həll olunacaq. Həmçinin qısa müddəti planlar, səfərlər və gündəlik həyatımızı canlandıran kiçik təşəbbüslər sizə zövq verəcək. Yeni başlanğıclara daha həvəslə yanaşacaq və atdığınız addımlardan sürətli nəticələr görəcəksiniz. Əziz əqrəblər, sizə huzurlu və məhsuldar bir ay arzulayıram. Əziz oxatanlar və yüksələn oxatanlar. Dekabr ayı sizin üçün sanki sevginin, şənliyin və həyat enerjisinin zirvəyə çatdığı bir dövr olaraq başlayır. Bu ay boyunca yalnız öz xoşbəxtliyinizə fokuslanmaq, öz istəklərinizi önə çəkmək istəyəcəksiniz. Hətta ətrafınızdakı insanlar sizi biraz egoist hesab edə bilər. Amma boş verin, hesab etsinlər. Son bir yarım ayda çox yoruldunuz. Bir çox insan üçün üzülmək məcburiyyətində qaldınız. Dost çevrənizdə gərginliklər yaşadınız. İndi isə özünüzü mərkəzə almalı olduğunuzu anlayırsınız və bu çox dəyərlidir. Enerjiniz yüksəlir, sağlamlıqla bağlı çətinliklərin çoxunu geridə qoyursunuz. Qısacası, bu ay tamamilə sizin ayınızdır, əziz oxatanlar. Azad şəkildə irəliləyin. 5 dekabrda Əkizlər bürcündə baş verəcək dolunay,
Münasibətlər və ortaq işlər sahənizi işıqlandıracaq. Uzun müddətdir tək idinizsə, yeni biri ilə tanış ola, xoşlandığınız biri ilə əlaqə qura və ya münasibətə başlaya bilərsiniz. Birlikdə görülən işlər, əməkdaşlıqlar, müqavilələr və anlaşmalar da bu dövrdə gündəminizə düşə bilər. Xarici ölkələrlə bağlı mövzular, köç planları və yaxud xaricdən gələcək xəbərlər sürətlənə bilər. Ailə böyükləri, xüsusilə baba kimi yaşca böyük qohumlar ilə bağlı mövzular da müzakirə edilə bilər. Qısacası bu dolunay həm şəxsi həyatınızı, həm də birlikdə hərəkət etdiyiniz sahələri aktivləşdirəcək. 12 dekabrda Merkürün Oxatan bürcünə keçməsi ilə uzun müddətdir içinizdə saxladığınız duyğu və düşüncələri ətrafınızla daha rahat bölüşəcəksiniz. Merkür bürcünüzə daxil olar-olmaz enerjiniz artacaq və heç kimin sizi dayandıra bilmədiyini hiss edəcəksiniz. Münasibətinizdə gizli qalmış bəzi məsələlər üzə çıxa bilər. Partnerinizin diqqəti tamamilə sizə yönələ bilər. İnsanlar sanki sizin ətrafınızda dönməyə başlayacaq və münasibətləri öz istədiyiniz istiqamətə yönləndirmək gücünüz artacaq. 15 dekabrda Marsın Oğlaq bürcünə keçməsi maddi prosesləri sürətləndirəcək. Özünüzə daha çox qayğı göstərdikcə xərcləriniz də arta bilər. Amma pul idarəçiliyi mövzusunda düzgün addımlar atmağı bildiyiniz üçün balansı qorumağı bacaracaqsınız. Həm qazanmaq istəyiniz, həm də pul xərcləmək motivasiyanız yüksələcək kimi görünür. 17 dekabrda Oxatan bürcündə baş verəcək yeni ay, həyatınız və sağlamlığınızla bağlı önəmli qərarları tətikləyəcək. İmaj dəyişikliyi etmək, stilinizi yeniləmək, böyük bir alış-verişə yönəlmək və ya uzun müddətdir təxirə saldığınız bir tibbi proseduru həyata keçirmək istəyirsinizsə, bu yeni aydan sonra hərəkətə keçə bilərsiniz. Lakin bu yeni ay zamanı Günəş-Saturn arasında çətin bir aspekt də aktiv olacağı üçün bəzi məsuliyyətlərin sizi yavaşlatması və ya qarşılaşacağınız maneələrin əhvalınızı pozması mümkündür. Yenə də qətiyyət göstərsəniz, yolun açıldığını görəcəksiniz, əziz oxatanlar. Ayın sonuna doğru 24 dekabrda Venusun Oğlaq bürcünə keçməsi ilə maddi mövzularda sevindirici inkişaflar yaşaya bilərsiniz. Gəliriniz arta, pul axını daha sabitləşə və ya gözlədiyiniz bir ödəmənin gəlməsi əhvalınızı yüksəldə bilər. Əziz oxatanlar, sizə möhtəşəm bir ay arzuluyuram. Əziz oğlaqlar və yüksələn oğlaqlar. Dekabr ayına tamamilə evə, ailəyə və yaşam mühitinizə fokuslanaraq başlayırsınız. Ayın ilk günlərində xüsusilə ev düzəni, ailə içi məsuliyyətlər və ya ailə üzvləri ilə bağlı həll olunmalı məsələlər gündəminizi məşğul edə bilər. Evdə görülməsi lazım olan bir təmir işi, boya badana, almaq istədiyiniz bir əşya və ya evinizdə qonaq qarşılayacağınız üçün hazırlıqlar. Nə olursa olsun, dekabr ayının başlanğıcı sizi daha çox ailəvi mövzulara yönəldəcək kimi görünür. Üstəlik, bu işlər sizi yormaq yerinə daha çox sevindirəcək və rahatladacaq. 5 dekabrda Əkizlər bürcündə baş verəcək dolunay, sağlamlıqla bağlı bəzi məsələlərin görünür olmasına səbəb ola bilər. Bu dövrdə xüsusilə tənəffüs yolları infeksiyaları, allergiyalar, astma, sinir sistemində iltihablanmalar kimi həssasiyyətlərə qarşı diqqətli olmalısınız. Çiyinlərinizdə, qollarınızda və ya üst bədəninizdə ağrılar artarsa, bilin ki, özünüzü həddindən artıq yükləmisiniz. Xüsusilə yorucu tempoda çalışan oğlaqlar üçün bu xəbərdarlıq daha da vacibdir. Hətta səhər yataqdan qalxmaq belə çətin gələ bilər. Çünki 15 dekabradək enerjiniz bir qədər aşağı ola bilər. Amma 15 dekabrdan etibarən Marsın Oğlaq bürcünə keçməsi sanki üstünüzdəki ağırlığı götürəcək. Birdən-birə gücləndiyinizi, motivasiyanızın yüksəldiyini və fiziki olaraq daha diri olduğunuzu hiss edəcəksiniz. Arxa planda apardığınız işlər, şəxsi hədəfləriniz və yalnız özünüz üçün planlaşdırdığınız mövzular daha sürətlə irəliləməyə başlayacaq. Marsın bürcünüzə keçidi, idarəni əlinizə aldığınızı və qərarları daha dəqiq tətbiq etdiyinizi göstərəcək. 17 dekabrda Yay bürcündə yaranacaq yeni ay, digər bürclərin əksinə olaraq, sizin üçün o qədər də uyğun bir başlanğıc enerjisi daşımır. Bu yeni ay həyatınızın daha gizli və taleyüklü bir sahəsində baş verəcəyindən yeni addımlar atmaq üçün münasib zaman deyil. Üstəlik, yeni ay sərt aspektlər altında formalaşacaq. Buna görə bu dövrdə ətrafınızdakı insanların, xüsusilə qohumlarınızın və ya bacı qardaşlarınızın həyatında baş verən bəzi hadisələr
sizin öz planlarınızı təxirə salmağınıza səbəb ola bilər. Qısacası, bu yeni ay vaxtı tələskən addımlar atmamaq, gözləmə mövqeyində qalmaq daha doğru olacaq. Nə yaxşı ki, 24 dekabrda Venüsün Oğlaq bürcünə keçməsi ilə enerji tamamilə dəyişir. Çiçəklənəcəyiniz bir dövr başlayır. Özünüzə daha çox qayğı göstərmək, görüntünüzü yeniləmək, sizi sevindirən şeylərə fokuslanmaq istəyəcəksiniz. Biraz da özümü şumardım hissi üstünüzə hakim olacaq. Siz özünüzü sevdikcə, ətrafdan da eyni qarşılığı alacaq. İnsanların maraq və sevgisinin sizə yönəldiyini hiss edəcəksiniz. Onsuz da enerjinin qanunu budur, əziz oğlaqlar. Siz özünüzü parlatdıqca, dünya da sizi daha çox parladır. Sizə möhtəşəm bir ay arzuluyuram. Əziz dolçalar və yüksələn dolçalar. Dekabr ayı sizin üçün ünsiyyət axınının xeyli artdığı bir dövr olacaq. Bu ay ərzində dost çevrənizlə daha tez-tez bir araya gələ, yaxın ətrafınızdakı inkişafların içində daha aktiv rol ala bilərsiniz. Ayın elə başlanğıcında, 5 dekabrda baş verəcək dolunay, eşq həyatınızı hərəkətləndirəcək. Bu dolunay, heç ağlınızda olmayan biri ilə romantik bir bağ qurmaq ehtimalını gündəmə gətirə bilər. Hətta köhnəmi, yenimi? Başlayım yoxsa başlamayım kimi tərəddüdlər içində qala bilərsiniz. Eyni zamanda, yaradıcı və sənət yönümlü işləriniz sürətlənə bilər. Təhsil həyatınız varsa, süni intellekt, texnologiya və ya daha institusional quruluşların daxil olduğu mövzular gündəmə gələ bilər. Bu dolunay risk almağa təşviq edir. Həm şəxsi həyatınızda, həm də karyeranızda cəsarətli davransanız, nəticələrin sizi qane etdiyini görəcəksiniz. Əgər münasibətlər sahəsində 2 nəfər arasında qalmısınızsa, risk almağı tələb edən istiqamətə yönəlmək sizi irəli aparacaq. 12 dekabrdan etibarən Merkürün yay bürcünə keçməsi ilə sosial çevrə əlaqələriniz sürətlənir. İş gəlirləri ilə bağlı danışıqlar, bonus və ya əlavə ödəniş gözləntiləri, rəhbərlərlə ünsiyyət trafiqinin artması bu dövrdə ön planda olacaq. Yeni layihələr, məhsul təqdimatları, sosial mediada elanlar, veb-sayt açmaq və ya ticari fəaliyyətlərin tanıdılması kimi mövzular dekabr ayında xeyli dəstəklənəcək. Təşkilati işlərdə də irəliləyişlər görəcəksiniz. 15 dekabrdan sonra enerjiniz biraz içinizə yönələ bilər. Uzun müddətdir intensiv tempoda olduğunuz üçün artıq dincəlmə ehtiyacınız arta bilər. Xüsusilə iş əlaqələrinizdə və yaxın çevrə münasibətlərinizdə bir qədər geri çəkilmək, enerjinizi qorumaq baxımından önəmli olacaq. Əks halda istəmədiyiniz situasiyalar və ya pərdə arxası söhbətlərlə qarşılaşmanız mümkündür. Ayın sonunda, 24 dekabrda, Venüsün Oğlaq bürcünə keçməsi sizə bir rahatlıq pəncərəsi açacaq. Özünüzə daha çox zaman ayırmaq, əgər xariclə bağlı planlarınız varsa, onları hərəkətə keçirmək, evlisinizsə, həyat yoldaşınızın işi və ya sağlamlığı ilə maraqlanmaq kimi mövzular ön plana çıxa bilər. Dekabr ayını sakitləşdirici, lakin bir o qədər də nizamlayıcı təsirlərlə tamamlayacaqsınız. Əziz dolçalar və yüksələn dolçalar, sizə rahat, gözəl və bərəkətli bir ay arzuluyuram. Əziz balıqlar və yüksələn balıqlar. Dekabr ayına addım atarkən, maddi mövzuların ön planda olduğunu görürük. Parasal məsələlərdə sürətli inkişaflar yaşana bilər və bu müddətdə kifayət qədər cəsur davranacaqsınız. Cəsarətiniz artdıqca, ətrafınızdakı insanların diqqəti də daha çox üzərinizə yönələcək. Hətta, niyə bu qədər xərcləyirsən? Bunu etməyinə ehtiyac var, kimi iradlar eşidə bilərsiniz. Amma heç vecinizə almayın. Çünki bu ay göy üzü tamamilə sizi dəstəkləyir. İşıqlar üzərinizdə olacaq. Həm münasibətlərdə, həm sosial çevrədə, həm də iş həyatında diqqət çəkən, önə çıxan şəxs siz olacaqsınız. Bu qədər görünür olmaq bəzən yaxşı hiss etdirə bilər, bəzən də başqalarının mənfi enerjisini üstünüzə çəkməyinizə səbəb ola bilər. Buna görə də ara-sıra özünüzü geri çəkmək, dincəlmək sizə yaxşı təsir edəcək. 5 dekabrda baş verəcək dolunay, ev, ailə və yuva mövzularını vurğulayır. Ailə içində həll olunması gərəkən duyğusal məsələlər, ev həyatınızda gərginlik, danışılması lazım olan bir mövzu və ya ünsiyyət axsaması varsa, bu dolunay bütün bunları su üzünə çıxara bilər. Həmçinin, bu qədər intensiv sosial və xarici yönlü enerji içində evdə vaxt keçirmək, sakitləşmək sizin üçün çox dəyərli ola bilər. Yuvanızla bağlı bir qərarı dəqiqləşdirməyiniz də lazım gələ bilər. 12 dekabrda
Merkürün yay bürcünə keçməsi ilə iş həyatınıza dair önəmli inkişaflar sürətlənəcək. Yeni anlaşmalar, müqavilələr, karyera dəyişikliyi planları, iş görüşmələri və ya işlə əlaqəli qərarlar bu dövrdə gündəminizə gələ bilər. Karyeranızda yeni istiqamət müəyyən etmək, yeni işə başlamaq, evlilik qərarı almaq və ya həyatımızı köklü şəkildə dəyişəcək addımlar atmaq istəyirsinizsə, 17 dekabrda baş tutacaq yeni ayı gözləyin. Bu yeni ay məhz bu mövzularda sizi hərəkətə keçirəcək. Amma enerji asan deyil. Bəzi yüklərin ağırlaşdığını, həvəsinizin azaldığını və ya motivasiya düşkünlüyü yaşadığınızı hiss etdirə bilər. Bu da yeni ayın təbii təsirlərindən biridir. 24 dekabrda Venüsün Oğlaq bürcünə keçməsi ilə sosial həyatınız canlanmağa başlayır. Onsuz da Mars 15 dekabrda bu sahəyə keçir. Yəni enerjinizi dostlarla ediləcək fəaliyyətlərə, dəvətlərə, təşkilatlara və ya komanda işlərinə yönəldə bilərsiniz. Venüsün bu sahəyə gəlişi ilə uzun müddətdir görüşmədiyiniz dostlarla yenidən bir araya gəlmək, sosial çevrəni gücləndirmək sizi xeyli sevindirəcək. Əziz balıqlar, dekabr ayının sizə gözəllik, bolluq və sevinç gətirməsini arzulayıram.